Kələm bitkisinin çiçək qrupunda olan çiçəklərdə strukturların cəmi 136-dır. Əgər bir çiçəkdəki rüşeym kisələrinin cəmi 6 ədəd olarsa, bu çiçək qrupundan əmələ gələn toxumlarda cəmi neçə ləpə yarpağı olar? Kələm bitkisi bildiyimiz kimi xaç çiçəklər fəsləsinə aid olan bir bitkidir. Çiçək qrupu dediyi üçün kələm bitkisinin bir çiçək saplağı, bir çiçək yatağı və xaç çiçəklər fəsləsinə aid olan çiçək düsturunu yazsam, kasacıq 4, ləçək 4, erkəkcik 6, 4-ü uzun, 2-si qısa və dişicik 1-dir. Bunların cəmini mən topladıqda 17 cavabını almış oluram. Bir çiçəkdə əgər ki, bunların strukturların cəmi 17-yə bərabərdirsə, bəs 136 olanda neçə çiçəkdə olar? Buradan x-ımızı tapacağım. X-in bərabərdir 1 vurulsun 136 bölünsün 17 edir 8 çiçək. Deməli, mənim əlimdə 8 dənə çiçək vardır, kələm çiçəyi. Və həmin 8 dənə çiçəyin rüşeym kisələrinin sayı 6 ədəddir. Yəni, bir dənə yumurtalığın içərisində 6 dənə rüşeym kisəsi vardır. 8-ə 6-ya vuracam, eləyəcək 48. 48 dənə toxumumuz oldu. Və sonra deyir ki, bu toxumlarda cəmi neçə ləpə yarpağı olur? Kələm bitkisi bildiyimiz kimi 2 ləpəlilərə aiddir. Bir toxumda deməli 2 ləpə yarpağı olarsa, 48 toxumda nə qədər olar? X qədər. Buradan da x-in bərabərdir. 48-i vuracam 2-yə, cavabım edir 96. Doğru variantımız A variantı olmuş olacaq.